Cavanşir Babayev ölkəmizin ən çətin dövründə öz xidmətləri ilə seçilən şəxsiyyətlərdən olub. Öncə qısa arayış verək ki, mərhum 1941-ci ildə Goranboy rayonunda ziyalı ailəsində dünyaya gəlib. Fəaliyyəti dövründə Azərbaycanın 8 rayonunda polis rəisi vəzifəsində çalışıb. 1-ci Qarabağ müharibəsindən öncə məlum siyasi hadisələr başlayanda o da bir vətəndaş kimi əlində olan bütün imkanlardan istifadə edərək xalqına dəstək çıxıb. 80-ci illərin sonunda Qərbi Azərbaycandan olan soydaşlarımız düşmən tərəfindən məcburən qovulur. Bu zaman Cavanşir Babayev siyasi məntiq və uzaq görənliklə vaxtilə Daşkəsən, Göygöl və digər rayonlarımızın kəndlərində məskunlaşan ermənilərin çıxarılmasını bacarır. Əvəzində Qərbi Azərbaycandan məcburi köçkün olan soydaşlarımızın bu kəndlərə yerləşdirilməsini təmin edir. Proses olduqca ağır keçir. Cavanşir Babayev o vaxtki hakimiyyətdə olan Vəzirovun hədələri ilə üzləşir. Bugün Yenizod, Azad, Göyçə kəndlərində Azərbaycanlıların məskunlaşmasında Cavanşir Babayevin böyük xidmətləri olub. Atam 8 il Daşkəsən rayonunun rəisi olubdu. Oradan yəni 17 min ermənini oradan çıxardanda Vəzirov ona deyib, zəng edib birbaşa Vəzirov demişdi ki, niyə erməniləri oradan təmizləyirsən? Səni işdən azad edəcəyik. Buna baxmayaraq atam deyibdi ki, mən xalqımın arxasındayam və ermənilərdən torpaqlarımızı təmizləyəcəm. 17 min ermənidən Daşkəsəni azad edir, qaçqınları ora yerləşdirir və ondan sonra Daşkəsən rayonunu və Göygöl rayonunu, indiki Göygöl, o vaxtki Xanlar rayonunu, yenə də kəndlərini Goranboyda, Şamiyanda döyüşlərdə iştirak edir. Göygöl rayonunda 4 kəndi ermənidən azad edir və Göyçə mahalından gələn qaçqınları ora yerləşdirir. Bir ölümsüz vuruşmadan erməniləri avtobuslara doldurur, yəni göndərir. Çünki atam məntiqlə düşünən ağıllı bir insan idi. O bilirdi ki, döyüş olanda itki hər iki tərəfdən olacaqdı. Ona görə döyüşsüz falansız 4 kəndi erməniləri yola salırlar, gedir və qaçqınları o kəndlərə yerləşdirirlər. Ümumiyyətcə atamın üzünə həsrət qalardıq, döyüşlərdə iştirak elədiyi üçün, xalqını sevdiyi üçün. Mən belə bir ikinci insan görməmişdim ki, o xalqını evladlarından çox sevirdi. O siyasi hadisələrdən illər ötsə də Cavanşir Babayevin xatirəsi Göygöl rayonunda yaşayan Qərbi Azərbaycanlıların yaddaşından silinməyib. Hadisə şahidlərindən olan Nərmayıl Məmmədov deyir ki, o vaxtki Sovet rəhbərliyi tərəfindən Cavanşir Babayevə qarşı edilən haqsızlığa da biganə qalmayıblar. Göyçə kəndin, Azad Kamonun çıxarılmasında, ermənilərin çıxarılmasında Cavanşir Babayevin çox böyük kömək olmuşdu. Biz cəmaatın ora yerləşməsində, hamımızı evindən təmin eləməyində Babayevin çox böyük əməyi olmuşdu. Qarbaçov Cavanşir Babayevi millətçi şovinizmi adlandırmışdı ki, o erməniləri buradan çıxartdığına görə də, yəni öz xalqını ora yerləşdiyinə görə çıxartmışdı. Biz mitinglər elədik, Cavanşir Babayevi yenidən rəis kimi işə bərpa elətdirdik. Sonra onu biz xalqımız onu deputat seçdik. Azərbaycan deputatı oldu, Ali Sovetə deputat oldu və o deputat olan müddətdə bizlə güclü təmasda oldu. Cavanşir Babayev Ulu Öndər Heydər Əliyev olan məhəbbəti ilə də seçilib. Hər zaman dahi siyasi xadimi dəstəkləyən insanlardan olub. Hələ Ulu Öndər hakimiyyətə gəlməmişdən öncə Cavanşir Babayev iclasların birində dahi siyasi xadimə yaxınlaşır və bildirir ki, xalq sizi sevir. O zamanlar mənim çox gözəl yadıma gəlir. Mən böyük uşağı olduğum üçün 17-16 yaşlarıma təsadüf edir o illər. Ali Sovetdə deputat olarkən Mütəllibovun vaxtında atam Ulu Öndər Heydər Əliyevə yaxınlaşır və deyir ki, xalq sizi sevir, biz sizi hakimiyyətə gətirəcəyik. Orada Ulu Öndər özü belə şəkildə gördüyünüz kimi, yəni diqqətlə ona qulaq asır. O qədər ona sevgisi böyük olur ki, yaxınlaşır və sözünü deyir. Mənim yadımdadır ki, evə gələndə atam dedi ki, məni işdən azad edəcəklər. Mən Ulu Öndər Heydər Əliyevə yaxınlaşdım və ona olan məhəbbətimi bildirdim və onu hakimiyyətə gətirilməyimizi bildirdim ki, xalq onu sevir. Bu anamla bu söhbəti mənim yadımdadır.
Cavanşir Babayev həyatdan köçsə də onu sevənlərin yaddaşından dövlətimiz üçün etdiyi xidmətləri unudulmayıb. Mərhum ölümünün 40-cı günündə məzarı başında anılıb. Yaxınları, dostları bir sözlə hər kəs Cavanşir Babayevin məzarı başına toplaşıb, ruhuna dualar oxuyub. Mənim ilk dəfə polis orqanlarıma gəlməkdə Babayev Cavanşir öz etimadını doğrultmaq, mən öz etimadımı doğrultmaq üçün Cavanşir Babayev məni polis orqanlarına götürdü və çalışdım ki, Cavanşir Babayevin etimadını doğruldum. Qismən də olsa yəqin ki, doğrultmuşam. Cavanşir Babayev xalqımız, vətənimiz uğrunda gedən döyüşlərdə, vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fədakar iştirak etdi və yeganə polis zabiti idi, yeganə polis rəisi idi ki, Cavanşir Babayev xalq tərəfindən parlament seçkilərinə, yəni deputatlığa 2 dəfə namizədliyi oldu və hər ikisində də seçildi. Azərbaycan Respublikası Ali Sovetin parlamentinə seçildi və öz əməlləri ilə, öz hərəkətləri ilə xalqın etimadını və dövləti, dövlətçiliyi təmsil elədi, dövlətə sadiq bir polis polkovniki kimi xidmət elədi. Uzun müddət mən həkim işləmişəm, təcili yardımda. İşlədiyim müddətdə Babayev Cavanşir də rəis işləyibdi. O, insanlar arasında çox böyük hörmət, çox böyük nüfuza malik olubdur. O, sadəliyi ilə bütürəm dövlətimizə, insanlara böyük qulluq eləyibdi, böyük köməklik veribdi. Allah ona rəhmət eləsin, onun əzizlərinə uzun ömür, can sağlığı arzulayıram. Cavanşir Babayev uzun müddət Göygöl rayonunda yaşayıb və burada torpağa tapşırılıb. Bəli, tarix heç zaman şəxsiyyətlərini unutmur. Allah rəhmət eləsin.